Liderin vəzifəsidir dövləti qorumaq. Liderin vəzifəsidir xalqla bir yerdə olmaq. Ən ağır anlarda, ən çətin anlarda lider qabaqda olmalıdır. Heydər Əliyev kimi. Hər biri biz üçün o nümunədir. Və burada əyləşən gənclər də bilməlidirlər bu tarixi. Mən dəfələrlə bunu demişəm. Biz bu tarixi yaşayan insanlar əlbəttə ki, heç vaxt bunu unutmayacağıq. Və bugünkü uğurlu inkişafımızı hər zaman qiymətləndirəcəyik. Gənclər bunu görməyiblər. Onlara elə gəlir ki, həmişə belə olur. Onlara elə gəlir ki, elə Azərbaycan həmişə belə çiçəklənən, firavan dövlət olur. Elə deyildi. O günləri biz yaxşı xatırlayırıq. Xalq Cəbhəsi Müsavat cütlüyünün xəyanətkar hakimiyyəti dövründə çörək növbəsində saatlarla, 10 minlərlə insan dayanırdı. Əli silahlı quldurlar meydan oxuyurdular şəhərlərimizdə. İnsanları incidirdilər, uğurlayırdılar, işgəncələr verirdilər, jurnalistləri döyürdülər. Məhz Xalq Cəbhəsi Müsavat hakimiyyəti Azərbaycanda senzura tətbiq etmişdir. Özünü demokrat adlandıran bu ünsürlər Heydər Əliyev hakimiyyətə gələndən sonra senzuranı ləğv etdi. Bu tarixi gənclər bilməlidir və müəllimlər bu tarixi onlara çatdırmalıdırlar ki, həm ona görə ki, həqiqəti bilsinlər, həm ona görə ki, heç vaxt bundan sonra gələcəkdə Azərbaycan bu ağır vəziyyətə düşməsin. Heç vaxt Azərbaycan gözü kölgəli olmasın. Heç vaxt başqasının iradəsindən asılı olmasın. Heç vaxt başqa dövlətlər qarşısında baş əyilməsin.